Sa'd ibn Suhan buyurdu, Ya Ali, əntə əfsəl ən İbrahim, İbrahim, de görüm sən fəzilətdə üstünsən, yoxsa Həzrəti İbrahim? Əmirül Müminin Əli əleyhissalam buyurdu, ənə əfvəl. Mən Həzrəti İbrahimlə də fəzilətdə üstünəm. Səbəb gətirdi, o hadisəni bilirsiniz, mən biraz üstündən tez keçirəm ki, qonaqlarımızdan faydalanaq. Həzrəti İbrahim əleyhissalam Allahdan istədi ki, Allahümə ərini keyfə tuhil mevt. Allah, ölülərim necə dirildəcəksən, dirildirsən mənə göstər. O 4 quş doğradı, qiymə qarışdırdı, 4 dağın başına hərəsindən bir parça. Və iz qalə İbrahim, Rəbbi ərini keyfə tuhil mevt. Əl-Bəqərə surəsinin 260-cı ayəsində bu hadisə geniş izah edilir. Həzrəti İbrahim dedi ki, Allah, ölüləri necə dirildirsən mənə göstər. Allah Teala buyurdu, əvələm tu'min. İbrahim, məyər sən iman gətirməmsən, inanmırsan? Bu inan baxımından. Qalə, bəla, vəlakin liyətməinnən qəlbi. Yox Allah, mən inanıram, iman gətirmişəm. Amma istəyirəm, görəm qəlbim rahatlıq tapsın. Görüm, daha rahat olun. Əmirül Müminin Əli əleyhissalam buyurur ki, Ləv kuşifə liyəl ğita məddətdu yəqinən. Əgər bütün pərdələr mənim gözümdən götürülsə, imanımda zərrə qədər artmaz. Yəni, o artması üçün göstərməsini istədi. Amma mənim gözümdən bütün pərdələr belə götürülsə, zərrə belə imanımda dəyişiklik olmaz.